Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər tərəfindən tək Azərbaycanın torpaqlarına göz tikmək, onu qəsb etmək yox, bizim xalqa qarşı soyqırımı kimi vəhşi bir yola düşmək artıq mövcuddur. Və bu Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyə qədər bizi sızıldadır. O yara sağalmayıb, yara bağlanmayıb, o yara həmişə bizim qəlbimizdə olacaqdır. Xocalı soyqırımı dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinə hücum edir, misli görünməmiş qəddarlıq törədirlər. Xocalı 1991-ci ilin oktyabrından blokadadaydı. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında 40 nəfərin olduğu mülki vertolyotun vurulmasından sonra bu əlaqədə kəsilmişdi. Yanvarın 2-sindən şəhərə elektrik verilmirdi. Xocalı ancaq əhalinin qəhrəmanlığı və cəsurluğu sayəsində yaşayırdı. Şəhərin müdafiəsi, yerli özünü müdafiə dəstəsi, milis və milli ordunun döyüşçülərindən təşkil olunmuşdu. Azərbaycan xalqına qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilir, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olur. 8 ailə tamamilə məhv edilir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirir. 487 dinc sakin ağır yaralanır, 1275 nəfər girov götürülür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Azğınlaşmış cəlladlar insanların başının dərisini soyur, müxtəlif əzalarını kəsir, körpə uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnılarını yarır, insanları diri-diri torpağa bastırır və ya yandırır, meyidlərin bir qismini minalayırlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilmir, dinc sakinləri pusku quraraq xüsusi amansızlıqla qətlə yetirirlər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Songmi, Lidiçe, Babi Yar, Ruanda və Srebrenitsa kimi soyqırımlar ilə bir sırada dayanır. Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayev Xocalıda törədilən vəhşilikləri lentə almış, həqiqətlərin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından Financial Times qəzeti, London, 9 mart 1992-ci il. Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Times qəzeti, London, 4 mart 1992-ci il. Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. Le Monde qəzeti, Paris, 14 mart 1992-ci il. Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalplar götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu Azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən 2-ci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Və bugün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha
erməni faşizmi baş qaldırsın, halbuki belə meyllər görünməkdədir. Və bugün Azərbaycan bölgədə öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir. Bölgədə sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır.